Geldi Nihat. Geldi. Ha, şu oldu. Ha, yaxşı. Oldu. Tak, herkese salam. Saniye. Herkese salam. İnşallah ki hər kəs yaxşıdır. Səs falan necədir? Mənə deyərdi zəhmət olmasa. Səs necədir? Tamam, saat 2 olsun, biz başlayırıq. Səs əladır, tamam. Mikrofon normaldir. Səsdə hər hansı bir narahatçılıq olsa, öncədən deyərsiniz. İlk öncə deyim ki, bu seminar yaddaşda qalacaq və daha sonra istədiyiniz zaman girib baxa biləcəksiniz. Hər hansı bir, məsəl üçün, mən danışan zaman, yəni suallarınızı verməməyi məsləhət görürəm. Çünki mən adətən axında danışıram və o axında hər hansı bir sualı gördükdə, yəni çatı da bağlamaq istəmirəm. Çünki sizin adi xoş sözünüz belə mənim üçün çox önəmlidir və mən bundan enerji alıram və sizləri başlayıram nəyisə danışmağa. Çünki öncədən heç bir hazırlıq, yəni çalışıram görməyim. Sadəcə müəyyən bir mövzu var ki, onu ayırıram. Daha sonra bədahətən hansı necə içdən gəlirsə, onu başlayıram danışmağa. Yəni mən danışan vaxtı çox xahiş edirəm, sual yazmayın. Yəni kommentləri bağlamaq istəmirəm hələ ki Google-sı mənə bir maneçiliyi yoxdur. Görsəm ki, maneçiliyi var, o zaman bağlayacağam. Sual-cavab olmayacaq. Yəni sual-cavab tipli bir seminar deyil. Çünki siz çoxsuz, mən təkəm. Hardasa 3500 insan qeydiyyatdan keçib. İndi canlı olaraq nə qədər olacaq bilmirəm, amma sonra zaten qayd göndəriləcək. Deyim ki, məlumat xarakterlidir. Daha çox məlumat verəcəm. Daha sonra möhtəşəm bir praktikamız olacaq. Səs yoxdursa, yəni bu sizdə ola bilsin ki, hər hansı bir problemdir. Çünki çoxluqda səs var. Tamam, yazırsınız ki, çatı bağlayın. Tamam, 1-2 dəqiqə də gözləyə, qoy hər kəs qoşulsun. Mən çatı bağlayaram. Belə istəyirsinizsə, o zaman belə olsun. Problem yoxdur. Düz deyirsiniz, çatı bağlasam yaxşıdır. Çünki həm fikir dağılır, həm də ki tamam. Şu. Tamam, gəlin çatı bağlayaq. Axşam vaxtı. Tamam, qayd olunacaq, sonra baxa bilərsiniz. Так, фильтр чата, скрыть все сообщения, показывать все сообщения. Нет. Все, chat bağlandı. İlk olaraq hər birinizə təşəkkür edirəm ki, bu seminara yazılmısınız və mənim həmişə dəftərim olur, bunu bilənlər bilir. İlk öncə hər birinizə təşəkkür edirəm ki, bu seminara mənə inanıb, güvənib yazılmısınız. Bu seminarda energetik kanal açılır, bəli, amma yəni çox böyük bir şəkildə açılmır.
Nəyə görə? Yəni biz ödənişli seminarda daha çox məlumatı veririk və kiçik bir praktika eləyirik. Və mən heç bir seminarda, yəni duaların və yaxud da bilirəm bunu istəyən olacaq, amma duaların ümumi siyahını vermirəm artıq ki, bir dəfə onu hələ kiçik bir siyahını verdim sağlam həyatda. Yəni hər tərəfli geri dönüşlərimiz oldu. Yəni başımız çox ağrıdı. Və nəyə görə eləmirəm? Çünki burada enerji pozulur və disbalans yaranmağa başlayır. Biz hər hansı bir güclü energetik bir praktika eləsək və yaxud da mən sizə desəm ki, gedin bax bu siyahını oxuyun, siz onu sonra tənzimləyə bilməyəcəksiniz. Düzgün tənzimləyə bilmədiyinizə görə də siz buna görə əziyyət çəkəcəksiniz və yəni nəyi hardan yığıb yığışdırmağınızı bilməyəcəksiniz deyə. Ona görə biz artıq bu üsulu eləmirik. Yəni əvvəl 1-2 dəfə səhv olaraq elədik, yəni artıq bunu eləmirik. Ona görə də mən istəyirəm ki, mənim dediyim sözə hər birinə diqqətlə qulaq asasınız. Əgər maraqlıdırsa, əlbəttə ki, axıra qədər qalın və mən bilirsiniz ki, ödənişli olsun, ödənişli seminar olsun, hər zaman çalışıram ki, sizlərə maksimum verim ki, siz maksimum faydalanasınız. Çünki bilirəm ki, mənim ödənişli proqramıma kimlərsə qatıla bilir, kimlərsə qatıla bilmir. Yəni bunu missiya olaraq mən artıq görürəmsə, demək ki, mən sizi ödənişli seminarda da yəni maksimum nə qədər vermək olarsa informasiyanı o qədər də verirəm. Buna görə yəni qətiyyən düşünməyin ki, hə burada az verdi, az aldım və s. Yəni düzdür, biliyimin hamısını burada verməyəcəm, amma bacardıqca pillə-pillə verirəm. Bu arada qruplardan heç kim çıxmasın. Əgər maraqlıdırsa əlbəttə ki, yəni maraqlı olmayanlara çıxa bilərlər. Çünki artıq dekabra qədər hər həftənin 3-cü günü mən sizlərlə belə görüş eləyəcəm bu ödənişli seminar formatında və link olaraq göndəriləcək yalnız bu qrupa. Hələ ki bu seminarlar açıq YouTube-umda paylaşılmayacaq. Bilmirəm, bəlkə nə vaxtsa paylaşaram, amma hələ ki paylaşmaq fikrim yoxdur. Çünki istəyirəm ki, yalnız məni sevən və mənim dilimi anlayan insanlar qatılsın. İlk öncə mənim adım Kəmalə Poladova. Bilmirəm, çoxunuz məni Sağlam Həyatdan tanıyırsınız, çoxunuz məni hər hansı bir reklamdan tanıyırsınız, çoxunuz məni Reelslərdən və yaxud da YouTube çəkilişlərimdən, verilişlərimdən tanıyırsınız. Artıq mənim dəstək xəttimi bilirsiniz. Artıq bilirsiniz ki, mən harda necə danışıram. Mən dini bir insan deyiləm, mən psixoloq belə deyiləm. Psixologiya fakültəsini belə bitirməmişəm. İnanın, yəni bunu nə dərəcədə demək doğrudur bilmirəm, amma psixologiyanın yanından belə keçməmişəm. Marağım da yoxdur psixologiyaya. Çünki mən psixologiyada daha çox məntiq görürəm. Bu mənim şəxsən fikrimdir. Məntiqlə işləmək möhtəşəm bir şeydir, amma mən bacarmıram. Yəni mənim daha çox düşünürəm ki, ruhum açıq olmalıdır. Mənim empati hissim açıq olmalıdır. Mən insanları ruh səviyyəsində hiss etdiyim üçün artıq bu yola gəlirəm və artıq 8-ci il olacaq ki, bu işin içindəyəm. Hamımız necə gəlmişəm bilirsiniz. Yəni oğlum falan, ailə. Yəni hər birimiz müəyyən bir çətinliklərdən keçmişik. Hər kəsin həyatında eniş, qalxışlar olub. Və uzun müddət baxmayaraq ki, oxuyurdum, psixologiyanı da əlbəttə ki, oxumuşam, hər bir şeyi oxumuşam, amma gəldiyim bir nöqtə var ki, bizim həyatımızı bir tək Allahın köməkliyi ilə biz onu idarə eləyə bilərik və yaxud da hər hansı bir çıxış yolu tapa bilərik. Mən dini xadim deyiləm. Yəni mən din haqqında danışmıram, mən namaz haqqında danışmıram, mən oruc haqqında danışmıram. Bəli, mənim müəyyən bir dualarım var və buna görə də yaradan məni İslam dinində yaratdığı üçün, yəni bu dəfə kəmali olaraq İslam dinində yaratdığı üçün mən ona çox minnətdaram. Çünki zaten İslam dinində olan o dualar məni gətirdi, ona tam olaraq təslim etdi və tam olaraq yəni mən onu hiss elədim. Yəni mən buna görə çox şükür eləyirəm. Amma başı bağlı, məsələn soruşursunuz mənə, başı bağlamağa necə baxırsan, namaza necə baxırsan? Dostlar, mən heç kiməm. Yəni ki, onansa necəsə baxım. Hər kəsin öz bir baxış bucağı var. Sizə xoşdursa, əla. Yəni sizin fikriniz başqadırsa, əla. Yəni biz buna girmirik. Yəni bu mənim mövzum deyil. Bu azad seçimdir. Hər kəs özü bilir necə eləyir. Mənim işim sizə ən azı yaradan haqqında biraz da olsa danışmaq. Çünki mən onu tanımaq üçün uzun illərimi sərf eləmişəm və o hissi sizə ötürməyə. Artıq siz ona necə gedəcəksinizsə, bu artıq sizin öz seçiminizdir. Bir neçə gün öncə bilirsiniz ki, mən demək tamam. Bir neçə gün öncə
Mən storydə bir sual qoydum ki, bəs yaxşı, dua varkən, yəni tamammı? Dua var da, düzdürmü? Biz niyə praktika eləyin, texnika eləyin, öz üzərinizdə işləyin, kitab oxuyun, kurslara gedin, yəni bu işi bilən insanlara müraciət edin deyirik, şəxsən mən. Yəni mən niyə demirəm ki, ancaq sən gəl mənim yanıma, mən sənə bu duanı, bu düsturunu verim, sən get möhtəşəm nəticəni gör. Yəni bunu demək əslində daha çox qazanc gətirir bizə. Çünki bu insanları idarə etmək, yəni dinlə çox asandır və inanın ki, buna çox insanlar da inanacaq, çox insan da gələcək. Amma mənim dəstək xəttim bu deyil. İndi mən orada sual yazdım və söz verdim ki, seminarda bunu cavablayacağam və bilirəm ki, çoxu da bu cavaba görə gəlib burada. Baxın, bizim bir həyatımız var, düzdürmü? Yəni mən insan olaraq yaradılmışam. Aşağı titreşimdəyəm, orta titreşimdəyəm, yüksək titreşimdəyəm. Fərqi yoxdur. Mən insanam və mən nə edirəm? Mən yaxşı yaşamaq istəyirəm. Mən istəyirəm övladlarım yaxşı yerdə təhsil alsın. Mən istəyirəm yoldaşım mənimlə həm intim münasibətdə, həm ailə münasibətində, həm qadın enerjisi hiss edərək o mənimlə yaxın olsun və yaxud da olsun ki, mən küçədə gedəndə qarşıma normal insanlar çıxsın. Mən ildə 2-3 dəfə xaricə getmək istəyirəm, maşın istəyirəm, ev istəyirəm. Düzdürmü? Bunları istəmək eyib deyil. Yəni bu hər birimizin təməl ehtiyaclarıdır. Və təsəvvür eləyin ki, yəni belə bir şey deyim, sən hər bir şey üçün duanı eləyə bilmərsən. Birincisi, buna fiziki cəhətdən vaxtınız olmaya bilər. Çünki hər biriniz ailəli, işiniz, gücünüz, oxuyan xanımlarsınız. Evdar xanımın belə səbri çatmaya bilər. Və yaxud da mən gedim, mən Maldiv adalarına getmək istəyirəm. Mən gedim bir oxuyum, falan qədər dua oxuyum, gedim. Səhərsi gün mən maşın dəyişmək istəyirəm. Mən gedim dua oxuyum, gəlim. Mən bu əgər yol olsaydı, yaradan bizim daxilimizə enerji, yəni qoymazdı da. Bizim enerjimiz olmazdı. Biz gedib sadəcə dua ilə yaşayardıq. Həyatımızı energetik olaraq, yəni aktivləşdirərdik. Düzdürmü? Bu deyil. Demək ki, bizim dua bizim təməl ehtiyacımızı ödəyir. Məsəl üçün, mənim oğlum xəstə olanda mən dua elirdim ki, o sağalsın. Və o sağaldı da. Amma artıq reabilitasiya dövrü, artıq psixologiyası, artıq loqopedi illərlə mən aparırdım. Və mən yaradandan istəyirdim ki, mənə vəsait yetir, mən onu onlara apara bilim. Amma mən, məsəl üçün, gecə-gündüz dua eləyim ki, o uşaq danışsın. Yox. İnsan bizimlə, üzr istəyirəm, əstəğfurullah. Allah bizimlə insanların dili ilə danışır. Mən Allahdan nəsə dua eləyəndə o insanları mənim qarşıma çıxardır və mən onlarla yararlanaraq hər hansı bir dibdən çıxıram. Mənim əgər daxili enerjim yoxdursa, mənim əgər daxili potensialım yoxdursa və mən yəni daxili potensialım yoxdursa, mən deməli yaratım eləyə bilmirəm də, düzdürmü? Məsələn, ona görə bu texnikalardır, praktikalardır, yəni izah olunur ki, kainatın qanunlarını bilməlisən. Duanı belə düzgün formada oxumaq lazımdır. Duanı belə hazır olmayan insan, mən hər zaman deyirəm, artıq şəkildə oxuya bilmərsiniz. Siz hal-hazırda gedib 1000 ayətül oxumağı mən heç kimə məsləhət görmürəm. Çünki burada dua yüksək frekansdır. Sən elə bir təsəvvür elə, aşağı frekansdasan, sən getdin yapışdın böyük bir şeydən və o səni başlayır çalxalamağa. Sənin əgər yanında sənə yol göstərəcək insan yoxdursa, o çalxalamadan sən özün çıxa bilməyəcəksən. Bax, bunu unutmuruq. Əvvəl, məsəl üçün, hər hansı bir kitabda və yaxud da internetdə görürdün ki, bu duanı filan qədər oxumaq olmaz, gözünə filan şeylər görsənəcək. Xeyr, gözünə heç nə görsənməyəcək. Sadəcə səni bu belə atıb tutacaq, çökdürəcək. Sən də o çöküşü uzun müddət yaşayacaqsan. Çünki başa düşmürsən söhbət nədən gedir, mən buradan necə çıxım. Ona görə də deyirlər ki, insan tək başına o boyda duanın altına girmək lazım deyil. Əgər sənin yanında, məsəl üçün bizdə proqramda köklü dəyişimdə, mən orada o dua düsturunu da verirəm və o dua düsturuna çatana qədər insanın energetik balansını o qədər balanslaşdırırıq ki, o artıq o duanı eləyəndə birincisi onu hiss eləyir. Yaradanı hiss eləyir, mələkləri hiss eləyir və artıq insan olaraq özünü tam hiss eləməyə başlayır və o oxuduğu dua ona çöküş yaşatmır. Və bu, inanın, bu sistemi qurmaq üçün mənim ən azı 2 ilim getdi ki, mən necə bir sistem qurum ki, insanlar bunu eləyəndə çöküş yaşamasınlar. Çünki həqiqətən də hər bir dəyişiklik insanı
dibə çökdürür və bunu da bir adam qaldıra bilir, ikincisi qaldıra bilmir axı. Yəni başlayır sorğu-suallar, başlayır üsyanlar, Allaha üsyan və s. Mən özüm haqqında çox danışmayacağam. Zaten mənim bütün hekayəmi bilirsiniz. Yəni mən necə gəldim, nə cür gəldim, nətər gəldim və mənə soruşanda ki, sən dualar haqqında necə belə rahat danışa bilirsən, əminsənmi? Deyirəm, bəli, əminəm. Çünki yəni mən günə 8-10 saat dua oxuyan insanam. Yəni meditasiya edən insanam. Hər duanın hansı təsiri var, necə bir təsiri var, onu çox yaxşı bilirəm və bu tək məndə deyil. Bunu tətbiq elədiyimiz insanlarla da görmüşük, müəyyən bir müşahidələr aparmışıq və s. Yəni bu sadəcə mən heç bir yerdən informasiya almamışam, gəlmişəm insanlara bunu danışıram söhbəti deyil. Yəni burada dərin araşdırmalar gedib ki, hansı insan necə qarşılayır, hansı titreşimdə olan necə qarşılayır. Əgər sən hər hansı bir duaya başladınsa və dərhal mənfi bir effekt görürsənsə, deməli sən artıq titreşimin dibindəsən. Və o titreşimdən qalxmaq üçün duanın möhtəşəm enerjini görmək üçün sən oradan qalxmalısan. Oradan qalxmaq üçün də sənin ata-anan, uşaqlıq travmaların, sıxıntıların, bunlar hamısı yox olmalıdır. Yox olmayana qədər sən o özünün necə möhtəşəm bir varlıq olduğunu, yaradanın necə sənin Lora dildə desə, arxanda bir dağ kimi dayandığını hiss eləməyəcəksən. Sən elə sadəcə kütlə kimi yaşamağa davam eləyəcəksən. Kütlə kimi yaşamaq nədir? Sıradan bir insan olacaqsan. Yəni ana-atanı günahlandıracaqsan, övladını günahlandıracaqsan bəzən və yaxud da yaxınlarını günahlandıracaqsan, qaynana, qaynata və s. Yəni getdi. Qadın kimi özünü hiss eləməyəcəksən. Yəni başa düşmürsən nədir bu qadınlıq. Bəzən hətta yəni bu yola gedib də, dua yoluna gedib də, bəzən puldan imtina eləyib, qadın enerjisindən imtina eləyib, üzr istəyirəm, yoldaşı ilə münasibətdən, incə münasibətdən imtina eləyən insanlar var ki, orada belə artıq balansı pozur. Bu nə deməkdir? Sən əgər tam bir insan olmaq istəyirsənsə, sən həm duavı eləyəcəksən, həm qadın kimi özünü sevəcəksən, həm yoldaşınla və yaxud da partnyor olsun da, yəni münasibətdən söhbət gedir, kimlə ki yaxın münasibətdir. Həm onu edərkən günahkarlıq hissi etməyəcəksən və həm pul qazanmağı seçəcəksən, həm də ki xoşbəxt olmağı seçəcəksən. Yox, əgər sən deyirsən ki, mən dua etdiyim üçün mən bunlardan məhrum qalmalıyam və yaxud da mənim indi pulum yoxdur, mən hansı günümə dua eləyim deyirsən, balans pozulur artıq. Və inandırım ki, mən sizinlə razıyam, yəni düşünürsünüz ki, mən də bunu düşünürəm, varlı və xoşbəxt insanların Allaha yaxınlaşması daha tez bir zamanda, daha asan bir formada özünü göstərir. İnsanın hər şeyi var. Yəni övladları sağlam, ata-ana travması yox. Özünü dünyanın hər bir şeyini ən möhtəşəm şəkildə layiq olduğuna inanır. Çünki ata-ana onu yerləşdirib, onun beyninə, şuur və şuuraltına və uşaqları ilə də, yəni dediyim kimi, uşaqları ilə münasibət yaxşı, bolluq, bərəkət içində, evlər, maşınlar. Əlbəttə ki, o insan məni qıraqdan qulaq assa, deyər ki, mən Allaha niyə şükür eləməyim? Yəni mənim hər şeyim var, maşınım, evim, yəni şükür etməyəcək bir şeyim yoxdur. Məsələ burasındadır ki, əsl ibadət, bəli, elə insanlar da möhtəşəmdir. Artıq o qazanıblar o həyatı. Amma sənin o yoxundursa və sən oturub analiz eləyirsən ki, bəs o insanda bu var, onu var da nəyəsə görə şükür eləsin, Allaha minnətdar olsun. Mənim nəyim var deyirsənsə, sən artıq uduzdun. Çünki Allah demək ki, sənin ağzından o duaları eşitmək istəyir deməzdim. Çünki Allahın bizim duaya ehtiyacımız yoxdur. Bizim onun eşitməyinə ehtiyacımız var. Amma ən azından yəni bir bəndə olaraq sənə bu şansı verir ki, sən belə deyim də artıq şəfalanasan. Yəni ona ancaq müraciət eləyəsən. Ümumiyyətlə insanların Allahın gücünə heç bir şübhəsi yoxdur. Gəl açıq danışaq. Yəni hər bir insan bilir ki, Allah kainatı yaradıb, Allah yer kürəsini yaradıb, bütün planetləri yaradıbsa, ulduzları yaradıbsa, o mənə bir dənə ev, bir dənə maşın, bir dənə xoşbəxtlik, bir dənə yaxşı bir həyat yoldaşı əlbəttə ki, verə bilər. Düzdürmü? Yəni əlbəttə ki, çox asanlıqla verə bilər. Burada bilirsiniz hansı kod tətiklənir?
Burada o tətiklənir ki, mən Allah onu mənə verməyə istəyəcəkmi? Mən layiqəmmi buna? Bax, bu çox önəmlidir. Bu layiqlik hissi də gəlir ata-anadan. Biz ata-anamızı günahlandırmırıq. Onlar bizim ən möhtəşəm varlıqlarımızdır. Amma atan-anan sənə qarşı necə idisə, sən onlara hansı hissləri bəsləyirsənsə, sən yaradana da o hissləri bəsləyirsən. Sən əgər ana və atava küskünsənsə, onlar səni oxutdurmadılar, yaxşı yoldaşa, ailə qurmağa şərait yaratmadılar, istədiyin insana vermədilər, sənin arxanda dayanmadılar, səni ömür boyu əzdilər, sənə dedilər ki, sən elə zəifsən, sən elə buna layiqsən, kəs səsi və öl otur. Belə sözlər deyiblərsə ki, 80 və 90-cı ilin uşaqlarına çoxumuza bu sözləri deyiblər. Yəni hamımız qapazaltı olmuşuq da, boynumuza alaq. Və belə insanların Allaha yaxınlaşması daha çətin olur. Çünki burada ən böyük kod oynayır. Mən layiq deyiləm. Mən hansı işimə görə layiqəm? Günahkarlıq kodu. Bu günahkarlıq kodu həddindən artıq aşırı olduğuna görə biz hələ-mələm onu keçə bilmirik. Yəni ki, məndə məsəl üçün illərlə mən keçə bilmirdim. Mən axşam belə oturub rahat çay içəndə belə mən özümü günahkar hiss eləyirdim. O ki qaldı Allahdan nəsə istəmək. Mən Allaha əlimi açırdım. Sonra bir söz beynimdə fikirlər gedirdi ki, dalğalanırdı ki, mən hansı günümə, yəni mən kiməm ki, mənə mi verəcək? O qədər yaxşı insanlar var ki, mən özümü pis insan sayırdım ki, çoxunuz da beləsiz. Yaradanla olan münasibət sizin birbaşa anan və atanızla olan münasibətdə əsasən qurulur. Əgər sən ata-anavı günahlandırırsansa, əgər sən özünün heç nəyə layiq olmadığını düşünürsənsə, deməli birincisi sən öz haqqına girirsən, ikincisi sən Yaradana birbaşa kontrast ola bilmirsən. Yaradan bizim içimizdədir. Onu sözlə ifadə etmək bizim leksikonumuzda, nə bizim, nə başqa dillərin leksikonunda Yaradanı izah eləyəcək, bizə tam beynimizə oturdacaq bir şəkildə belə bir sözlər yoxdur. Yəni yoxdur. Ha düşünürsən, ha deyirsən bunu belə deyərəm, elə deyərəm, görsən ki, yox. Yəni nə deyəsən ki, onu sənə belə deyim, tanıdasan. İndi yavaş-yavaş gəlirəm. Bizə ümumiyyətlə bir sual verirlər ki, bəs biz Allahı niyə görə bilmirik? Niyə görə bilmirik də? Yəni niyə məsəl üçün insanları görürük, filan göy qurşağını görürük, ulduzları görürük, hardasa kosmologiyada digər planetləri görürük, amma biz Allahı görə bilmirik. Heç düşünmüsünüz bu haqda? Niyə? Yəni o gözə görünməzdir. Niyə də belə olur, düzdürmü? Çox maraqlıdır. Amma bunun izahı nədir? Və bu arada qeyd edim ki, mən izahları da özümdən demirəm. Bunlar hamısı gizli təlimlərə getmişəm. Hansı ki, çox gizli məlumatlar veriblər bizə. Onun üstü örtülünü desəm, səbəbi budur ki, mən məsəl üçün Allahı ağac formasında görsəm, sən Allahı əgər işıq formasında görsən, üçüncüsü Allahı əgər gül formasında görsə, biz üçümüz bir yerə yığışıb, mən deyəcəm ki, mən Allahı ağac formasında görəcəm. Qarşımdakı mənə deyəcək ki, yox, sən səhv görmüsən. Sən səhv görmüsən, o əslində ulduz formadadır. Üçüncüsü mənə nə deyəcək? Deyəcək, siz ikiniz də səhvsiz, sizin gördüyünüz Allah deyil, başqa bir şeydir və mənim gördüyüm güldür, mənimki də Allah. Egolar çarpışacaq. Egolar çarpışdığı yerdə Allah varmı? Yox. Allaha təslim olursan, egovu sıfıra endirdikdə. Bəli, mən insan olaraq SMS-də, WhatsApp-da və yaxud da hər hansı bir mənə qarşı aqressiv davranan insana cavabımı verə bilərəm orada. Çünki mənim egom biraz qalxacaq. Çünki o insan mənim o tərəfimi görmək istəyir. Amma mən əgər yaradana bağlanıramsa, hansı egodan orada söhbət gedə bilər? Yəni heç bir söhbət ola bilməz, düzdürmü? Yəni yaradan olan yerdə bizim egomuz sıfıra bərabər olmalıdır. Və təsəvvür elə ki, hətta belə bir deyim var ki, pis var, yaxşı var. Yəni mən sizə çox dərindən izah edirəm hər şey. Yəni nə vaxtsa bir dava qırğın olub və Allahla
belə deyim də, yəni şeytan arasında və s. Yəni şeytan bizim aşağı titreşimimizdir, Allah bizim yuxarıdır. Əgər açıqlamasını istəyirsə, yoxdur elə bir şey. Bir tək yaradandır, bir tək Allahdır. Və sən əgər hər hansı bir uçurumdan, sən hər hansı bir dibdən keçirsənsə, bu sənin Allah görmədiyini və yaxud da sən şeytan nə bilim nəyə qalib gəlmək mənasında gəlmir. Mən bilmirəm siz məni nə qədər anlayırsınız. Amma başa düşənlər başa düşür mən nə demək istəyirəm. Bir tək Allah var, yaradan var. Biz də ondan yaranmışıq və bir tək onun gücü var və o bizə azad iradə verib. Tamam mı? O bizə azad iradə verib. Əgər soruşsan ki, bu qədər haqsızlıq var bu dünyada. Düzdürmü? YouTube çoxunuzda niyə açılmır? Tamam. Fikrimizi yayındırmaq, link göndəriləcək. Nə deyirdim mən? Bir saniyə. Bu dünyada bu qədər haqsızlıq var. Düzdürmü? Müharibələr, kimsə kimisə öldürdü, kimsə kiməsə lənət oxudu, kimsə kiməsə cadu elədi. Düzdürmü? Haqsızlıq çoxdur da. Yəni biz deyə bilmərik ki, biz möhtəşəm bir dünyada yaşayırıq. Sual verirsiniz ki, bəs ona niyə bir tədbir görülmür? Niyə bir olsun da bu qədər ad uşaq var, bu qədər haqsız yerə haqsızlıqlar olur. Yəni niyə, nə üçün? Çünki yaradan bizi yaradan da öz nəfəsindən bizi azad ruhlu yaradıb. Və o belə bizim azad iradəmizə qarışmaq haqqı, belə deyim, onda olduğu halda belə o bizim azad iradəmizə girmir. O müşahidə eləyir. Mən onu yaratmışam. Mən insanı yaratmışam, düzdürmü? Və yaxud da gəlin belə bir misal gətirəm. Sən uşağı göndərsən həyətə. Həyətdə ya qorxadan sürüşəcək, ya kaçeliyə minəcək, ya o biri qorxaya minəcək. Sən ona nəzarət eləmirsən, düzdürmü? Sən uşağı sadəcə göndərmirsən həyətə ki, insanlarla, digər uşaqlarla kommunikasiya qursun və dostlaşsın. Yəni dostlaşsınmı, özünü tanısınmı deyim və yaxud öz sözünü deyə bilsin, bacarsın. Düzdürmü? Sən demirsən ki, sən həyətə gedəndə qırmızı sürüşkəndən sürüşərsən. Yaşlıla minməyərsən, ha? Sən belə demirsən. Artıq hansı sürüşkənə minəcək və neçə dəfə minəcək, uşaq özü qərar verir. Necə ki biz. Yaradan mənə ağıl verib. Mənim beynimdə neyronlar var. Neyron əlaqələri məni kosmosdan bağlayır. Kosmosdan bağlayır və çakraları bilirsiniz də, düzdürmü? Yəni məni kainat çakralarına tanıyır. Mənim çakralarım aktivdir. Mənim efir bədənlərim var. Son verilişə yəqin baxmısınız. Mənim efir bədənlərim var. Mən onlar aktiv bir vəziyyətdə gəlirəm bu dünyaya. Artıq mən doğulandan sonra yaşadığım o travmalar nəticəsində ana, ata və cəmiyyət tərəfindən ötürülən travmalar nəticəsində mən başlayıram onları söndürməyə. Mən efir bədənimlə hansındakı çakralar var, onunla əlaqəm itir. Mən kainatla əlaqəm itir. Mənim çakralarım aktiv deyil, aktiv olmayan insan da əzik olur, enerjisi olmur. Sonra mən deyirəm ki, mənim pulum niyə yoxdur? Niyə yoxdur? Haradır getdi mənim pulum? Mənim ailəm niyə xoşbəxt deyil? Mən özümü niyə tanımıram? Amma məsəl üçün, və yaxud da mən hər hansı bir siyahı paylaşanda deyirsiniz ki, mən onu oxuyacam, yaxşı olacam. Mən dəfələrlə deyirəm, ondan deyil. Sənin birinci daxili gücün olmalıdır. Daxili güc, daxili potensial, daxili enerjin olmalıdır ki, ən azı sən o duanı oxumağa səbrin çatsın. Səbrin çatsın, sən o kanalı hiss eləyəsən. Sadəcə söz kimi, xeyr, hər hansı bir duanı oxudum, söz kimi gəldi və s. Yox, sən onu bütün qəlbinlə hiss eləyəsən. Sən başına gələn hər hansı bir ana hadisəni sorğulamayasan. Soruşmayasan ki, mənim qaynanam bugün mənə niyə ailəmi dağıtdı? Misal olaraq, mənim qaynanam mənim ailəmi niyə dağıtdı? Niyə mənim yoldaşım mənə xəyanət elədi? Sorğulamayasan. Və deməyəsən ki, sən bağışlamaq istəyib istəməmə, bu sizin hər birinizin öz seçimidir. Yəni, buna biz qarışmırıq. Amma günahkarlıq koduna girməyəsən, günahkarlıq koduna girdin, batdın. İnsanları günahkar bilən, özünü günahkar bilən, Allahı günahkar bilir. Şuuraltı olaraq. Bəzən hətta, dostlar, mən sizə bir şey deyim, insan bəzən Allahla danışa da bilmir. Bilirsiniz niyə?
o qədər içində kin, küdrət, o qədər acıq var ki, o qədər haqsızlığa uğradığını, haqsızlıqla yaşadığını düşünür ki, və buna görə də günahlandırdığı bir tək yaradandır. Və uşaqlıqdan və cəmiyyətdən bizə ötürülən inanclar da var. Yəni azmış kimi biz ata-anadan gördüyümüz o kodlar var, bizə oturub. Biz əlavə olaraq da cəmiyyət tərəfindən axı əzilmişik, düzdürmü? Cəmiyyət tərəfindən əzilmişik odur ki, sən cəhənnəmdə yanacaqsan. Allah sənə ən pis həyatı verəcək. Sən onu eləməsən, sən çox pis olacaqsan, Allah səni cəzalandıracaq. Bunlar hamısı bizim şuur altımıza yatır axı. Bunlar yox deyə bilmərik. Yatmırsa, o zaman sizin bu seminarda belə bir şey varsa, nə işiniz var? Deməli, yatıb ki, və sən haradasa sənin ruhun bir vicdan səsi oyanıb ki, mən artıq bunu istəmirəm, mən artıq dəyişmək istəyirəm deyirsənsə, ki ona görə buradasan zaten. Və cəmiyyət tərəfindən bizə ötürülən o inanclar, mənfi qorxular, adicə kişilərə, hətta bir ara belə bir söhbət gəzirdi ki, kişilərə 14 dənə huri verilir cənnətdə. Bu belə qadınlarda necə bir haqsızlıq hissi oyatdı. Haqsızlıq oldu. Düşünürsən ki, bu həyatda da onsuz da kişilərə bir söz demirlər. Hələ bir orada da kişilərə yəni yaxşı bir şey olur. Adama təsir eləyir. Və get-gedə insanlarda, indi mən qadınlarla işləyirəm də, yəni qadınlarda aqressiya yaranmağa başladı, hirs yaranmağa başladı. Və mən hər zaman deyirəm, buna görə özünüzü günahkar saymayın. Buna görə düşünmək ki, mən nə pis insanım ki, belə düşünürəm. Xeyr, sən bunları demək ki, yaşamalısan. Deməli, sənin yolun buradan gedir yaradana. Sənin başqa bir yolun yoxdur. Ümumiyyətlə, İnsana iki növ qismət verilir. Mən bunu bir videoda demişdim. Biri var ki, öncədən yazılmış. Yəni, keçmişə əsasən, mənim nəsli kodlarıma əsasən, mənim ata-ana kodlarıma əsasən ki, mən boşu-boşuna bu nəsildə dünyaya gəlmirəm. Mən bu nəsildən bu dərsləri almaq üçün mənə müəyyən bir həyat yolu yazılır. Ki, sən bu həyatdan belə-belə keçəcəksən və sonra, yəni müəyyən bir yaşdan sonra ölüb gedəcəksən. Daha sonra indi ruhun hansı etaplardan keçir, onu bir tək Rəbbimiz bilir, yəni biz onu bilə bilmərik. Biri də var ki, sən artıq öz həyatını özün yaradırsan. Allahın izni ilə. Allahın izni ilə. Çünki bir çox koçlar deyir ki, həyatını yarat, özün hər şey öz əlindədir. Mən deyirəm, yox. Mən buna şəxsən deyirəm, yox. Niyə? Çünki hər kəsə bu şərait verilmir. Hər kəsə bu icazə verilmir. Mənə baxır 3000 nəfər, amma dəyişməyi seçir çox az adam. Çünki icazə yoxdur. Ya maddi cəhətdən, ya evdən, ya inanmır, ya güvənmir, ya hər hansı bir mənfi hiss oyadıram onda, ya mənə baxanda deyir ki, yenə danışır. Yəni, şəxsən məndən alacaqlarını deyirəm də, yəni başqasına da əlbəttə ki, müraciət edə bilərsin. İcazə yoxdur. Əgər sizə biraz da olsa balaca bir, kiçik bir qapı açılıbsa dəyişmək üçün, inanın ki, ondan 50 yapışın. Çünki hal-hazırda məlumat da var. Yəni, yer kürəsinin titrəşimi daha da qalxıb. Son günlər özünüzdə olan yəqin dəyişiklikləri hiss edirsiniz də, Merkurinin bizim başımıza açdığı oyunlar. Hamısı nədir? İnsanın evolyusiyası irəliləyir. Və sən artıq öz həyatını başlamağa, sorğulamağa başlayanda ki, mən bu həyatı istəmirəm. Yəni, niyə mən bunu yaşamalıyam? Niyə mən kasıb olmalıyam? Niyə mən yoldaşım tərəfindən əzilməliyəm? Niyə mən sınmalıyam? Niyə mən xəstə olmalıyam? Niyə mənim başım ağrımalıdır, ürəyim qarışmalıdır? Niyə? Niyə? Nə üçün? Əgər Allah məni mükəmməl yaradıbsa, mən niyə bunları yaşayıram? Demək ki, sənin dərsin burdandır, təcrübən burdandır. Və sən buradan müəyyən bir dərsləri, təcrübələri anlayıb, qəbul edib artıq şəfaya doğru gedirsən. Şəfalanmaq hər zaman deyirəm, başında buludla gəzmək deyil. Yəni, hər yeri işıq saçmırsan. Yox. Şəfalanmaq artıq yeni bir boyuta dəyirsən. Və sənə artıq olunan o əməllər olsun, nə bilim, şeytanvari işlər olsun, kimisə sənə sözü olsun, təsiri olsun.
Yəni sən artıq onların üstün olursan. Sən bir tək onu deyirsən ki, mənim Allahım var və mən ona güvənirəm. Qurtardı, getdi. Başqa kim mənə nə eləyə bilər? Əgər mən bu saat bu dünyadan belə köçüb getsəm belə, bunu Allah belə istəmişdi deyənə. Bax, bunu unutmuruq. Ümumiyyətlə, biz bu dünyaya, bəli, əvvəl deyirdik ki, indi də deyirlər ki, mən də deyirəm bəzən, biz bu dünyaya dərs almaq üçün gəlmişik. Yəni artıq hər kəsin eşitdiyi sözdür. Amma siz bilirsiniz ki, mən hər zaman bütün situasiyaya daha fərqli yanaşıram. Daha maraqlı yöndən yanaşıram. Çünki mənə vacibdir ki, hər kəsin dediyi yox da mənim hiss etdiyim nədir? Və danışdığım bir çox informasiya, bəli, bilik və savad ola bilər, amma çoxu da mənə o dərin meditasiyalarda və dualarda gələn cavablardır. Və fikrim yayındı. Və mən bu həyata dərs almağa deyil də, bildiyim hisslərin təcrübəsini yaşamaq üçün gəlmişəm. Bu nə deməkdir? Mən kəmali olaraq bilirəm ki, mən mərhəmətliyəm. Düzdürmü? Mən düşünürəm ki, mən mərhəmətliyəm, mən ürəyi açığam filan. Məsələn, mən özüm haqqında bu fikirdəyəm. Yəni, bu mənim ruhumdadır. Mən öz mərhəmətli olduğumu harda bilə bilərəm? Ancaq sözdə bilmək olurmu? Yox. Müəyyən bir vəziyyət yaranır. Düzdürmü? Və mənim orada mərhəmət üzüm və yaxud da kiməsə mərhəmət etmə təcrübəmi mən yaşayıram. Mən təcrübəni yaşamasam, mən əgər seminar açıb sizin qabağınızda rahat danışmasam, mən hardan bilərəm ki, mən seminarda cəmaatın qabağında rahat söz danışa bilirəm. Mən bunu eləyirəm, düzdürmü? Mən seminar təşkil eləyirəm və sizlər hal-hazırda mənə baxırsınız və mən indi danışıram və sonra mən oturub deyirəm ki, hə, mən danışdım. Mən rahat orada öz sözümü deyə bildim. Məndə olan hisslər yad hisslər deyildi, düzdürmü? Belə bir söz var, rus dilində o deyilir. Bog познает себя в нас. Bu Azərbaycanca tərcüməsi biraz kobuddur, amma deyəcəm. Allah bizi yaratmaqla biz insanlar hər emosiyanı ki yaşayırıq, kədər, nifrət, kin və s. O, onun da emosiyalarıdır da, düzdürmü? Mən onları yaşayıram ki, öz möhtəşəmliyini fərqinə varım. Mən bu dünyaya gəlirəm, mənim bütün yaddaşım silinir. Mən ruh olmuşam, göylərdə olmuşam, nə olmuşam, ailəmi seçmişəm falan, düzdürmü? Niyə silinir? Ki, mən burada bu təcrübəmi alaraq Allaha yaxınlaşım. Budur mənim təcrübəm. Mən bu yolla keçməliyəm. Orada ya 27 yaşıma qədər özgüvənsiz biri idim, mən günahkarlıq hissinə doluydum. Ya mən o həyatı davam etdirəcəkdim ki, mən indi 35 yaşıma çatıb hansı leveldə olacaqdım, onu bir Allah bilir. Bəlkə də ölüb gedəcəkdim. Ya da ki, mən artıq özümə dəyişmə qərarı verib qismətimi dəyişəcəkdim. Qismətinizi dəyişmək niyə bu qədər çətindir? Çox çətindir bəzən. Kainatda bir sistem var. Dostlar, bir dənə çatı açım. Ürəyim sıxıldı, mən çatsız mən danışa bilmirəm. Bir dənə yazın. Maraqlıdır, yoxsa sizə belə maraqsız gəlir? Yəni, ürəyim sıxıldı, mən insanlarla kontakt qurmağı sevən insanam. Yəni, bilmirəm, bəlkə maraqsızda oturub belə baxırsınız. Tamam, əla, maraqlıdır, hə, tamam, aha. Mən tərifi sevən insanım bu arada. Yəni, acı söz yazanları sevmirəm. Çox sağ olun. Əgər maraqlıdırsa, çox möhtəşəm. Tamam, əla. Davam eləyək. Maraqlıdır, hala, tamam, super. Okey, bağlayaq, sonunda açarıq. Öpürəm sizləri, bağlayıram. Əslində, mən bağlamazdım, sadəcə çoxuna yəqin fikir dağınığı olur.
Yəni məndə deyəsən yaddaşsızlıq var. Mən danışıram, sonra nə danışdığımı yadımdan çıxır. Çünki beynimdə o qədər informasiya var. Onu da danışmaq istəyirəm, bunu da danışmaq istəyirəm. Tamam, hələ də daxil ola bilməyənlər var. Deməli, sistem var ki, mənim müəyyən bir həyatıma uyğun bir sistem qurulub ki, Kəmalə falan, məsəl üçün 1990 iyulun 10-u doğulacaq, gecə saat 12 işləmiş, bu həyat, bu artıq mənə yazıldı. Mən bu etaplarını keçəcəm. Bir saniyə, üzr istəyirəm. Tamam, remont qurtarmır ki, bir saniyə. Mən bu etaplardan keçəcəm və mən nə bilim neçə ilsə yaşayacağam, mənim övladım olacaq, o da travmalı olacaq məndən 5 metr. Nəysə, mən bir həyat yolu mənə yazılıb öncədən. Mən günün birində deyirəm ki, xeyr ola. Niyə kimsə yaxşı yaşamalıdır, mən pis. Yəni nə üçün də? Və insana xas olan, bunu da deyim, insana xas olan hisslər, nifrət, paxıllıq, yəni belə kin, bunlar hamısı normaldır. Bunları qeyri-normal kimi göstərməyə çalışmayın. Mən paxıllıq hissini məncə də olub da, bir də görsün, mənim yoldaşımla aram yaxşı olmayanda, mənim qabağıma həmişə internetdə bilirsiniz nə çıxırdı? Yoldaşı ona maşın, ev, hədiyyə alan ailələr. Məndə paxıllıq yaranırdı. Yəni yaranırdı. Mən ideal deyiləm. Mən baxırdım yoldaşıma, gördüm bunların heç birini mən görmürəm. Mən oturub, bəli, deyirdim ki, o qadında mənfini axtarmaqdansa, mən oturdum fikirləşirdim ki, niyə onda var, məndə yoxdur. Mən bunu bir, necə deyim, gücə çevirirdim. Mən oturub ağlamırdım ki, onda yoxdur, mənim yoldaşıma bax, niyə belə oldu. Məndə də oyanırdı o hisslər. Əlbəttə ki, mən də ağlayırdım. Mən də istəyirdim ki, məndə də olsun, artıqlaması ilə falan, mənim nəyim əksiydi falan, qadın düşüncələri. Amma mən orada ilişib qalmırdım. Mən onu yaratma gətirirdim ki, mən nə eləyə bilərəm ki, məndə də olsun. Xeyr ola, onda var. Mənim ondan nəyim əksiydi, heç bir şeyim əksik deyil. Deməli, ondan artığın da ola bilər. Mən bunu fürsətə çevirirdim. İnsanların çoxu hər hansı bir negativ hissini fürsətə çevirmir. Hər hansı bir insan səni qıcıqlandırırsa o xoşbəxtliyi ilə ki, səndə o yoxdur, və özünə sual ver. Mən də o xoşbəxtliyi özümdə yaratmaq üçün nələr eləməliyəm? Niyə ki? Niyə o xoşbəxt olur, sən yox? Deməli, sənin bu vəziyyətdə alacağın bir dərsin var. Bu dərsi qəbul elə, bəzən ki, biz hansı dərsdir deyə ala bilmirik. Mən hər zaman deyirəm, bütün kodları işləmək olmur. Niyə mən psixologiyadan məşğul olmadım? Mən bütün kodları, mən səbirsiz insanım. Və inanın ki, bu səbri dəyişmək üçün heç də eləmirəm. Çünki bu mənə xidmət edir. Mən oturub o kodu dəyiş, inanın otururdum Helink'da. Ata-ana ilə filan uşaqlıqda bu ssenari yaşandı. Bəli, getdik onu qaldırdıq, dəyişdik, pozitiv elədi. Mən səbirsiz insanam. Mən tez nəticə görmək istəyənəm. Mən başa düşdüm ki, mən oturub araşdırırdım. Soruşursa, biz niyə tez həyatımız dəyişsin? Tez eləmək üçün bütün həyatını olduğun kimi pis və yaxşı ilə qəbul eləməlisən. Ana-ata kodları var, məndə hələ də qalıb. Hələ də məndə o kodlar qalıb. Mənim anamın, hər zaman deyirəm, mənim anam bir gün məni öldürəcək. Amma Allah ona uzun ömürlər versin. Mənim ən böyük ustadım anamdır. Mənim anamın mənə ötürdüyü günahkarlıq kodu. Mən anam haqqında hələ də danışanda mənim əllərim tərləyir. Bir də görürsüz mədəm başlayır nəsə reaksiya verməyə. Bir də görürsüz boğaz çakram başlayır qaşınmağa. Amma mən buyam. Bildiniz? Mən bunu da dəyişsəm, mən onun da kəmali olmaram. Mən olaram başqa gül çöhrədən zatdan olaram. Düzdürmü? İdeal bir insan olaram. Mən buyam. Mən öz qismətimi ki, qismətimi dəyişmək istədiyin anda bütün sistem dəyişir. Ona görə də birinci imtahan olaraq sənə çöküş göndərilir. Ki, baxıb görüm ki, sən insan olaraq nə dərəcədə bu dəyişimə hazırsan. Və birinci çöküşdən insanların 90% deyir ki, mən qutardım, yəni mənə lazım deyil, mən oturmuşdum da oturduğum yerdə. Amma yox, sən desən ki, mən bu çöküşü yaşayıram və qəbul edirəm, amma mən dəyişəcəm, mənim həyatım daha möhtəşəm olacaq deyirsənsə, deməli sən artıq udursan. Deməli sən 1-0 digərlərin qabağındasan. Bütün travmalardan siz arına bilmərsiniz, bütün problemlərdən arına bilmərsiniz. Bəzən mənə sual verilir, köklü dəyişimdən sonra qarantiya verirsiniz ki, bizim bütün problemlərimiz qutaracaq. Blok. Blok. Çünki mənim o insana deyəcək bir sözüm yoxdur.
Bu artıq yanaşma, başqa bir yanaşmadır. Burada mənim elə də problemlərim var. Mənim elə də deyirəm də, mən hələ də anam haqqında danışanda qarnım ağrıyır. Bir də görürsüz belə bir qəribə bir hissim gəlir. Hələ də mən məsəl üçün onun mənə ötürdüyü özgüvənsizliyi, onun mənə ötürdüyü günahkarlıq kodu, məni döyməyi falan, mən onların hamısına arınmamışam. Amma mən bununla yaşamağa öyrənmişəm və bu mənim mən eləyən. Siz kiməsə oxşalmağa çalışmayın. Sizin əgər problemləriniz varsa, siz bu problemlə siz olun. Bilmirəm, başa sala bilirəm yoxsa yox. Yəni, baxın, o artıq keçmişdə qaldı. Yəni, mən həmişə ən asan yolu axtaran insanım. Mən tənbəlin biriyəm, bilirsiniz. Yəni, mən oturum, bütün kodlarımı dəyişim, mənim 1 milyon kodum var. Bu saat mənim uşaqlığıma getsəm, mən hazır ağlayacam. Yəni, kodlar var, mama məni döydü, müəllimə mənim üstümə qışqırdı, mama mənə zaşet eləmədi, mama ilə papanın arasında olan travma, mama qaqaşı bəlkə daha çox istəyirdi. Bunlar hamısı məndə mövcuddur, var. Və mən onları otursam, əgər bir-bir başlarsam şəfalandırmağa, birincisi mənim ona gücüm çatmaz. Nəinki mənim, heç kimin ona gücü çatmaz. İkincisi mənim ömrüm gedər. İkincisi mən həyatımda hal-hazırda anda yaşadığım bütün vəziyyətlərdən məhrum ola bilərəm. Mən elə oturub elə keçmişlə yaşayacağam. Hə, 7 yaşımda mənə bunu dedin, 10 yaşımda mənə bunu dedin. Da onu da deməsəydi, da o nə an olardı. Mən əgər bütün bunları şəfalandırsam, anamla bir bağ yaratsam, mən bir karma yaradıram. Bu nə karmasıdır? Mən nə qədər özümü ideal saysam da, hər bir ana özünü ideal sayır da, düzdürmü? Mənim uşaqlarım biraz böyüsünlər, hələ böyük oğlum 10 yaşı var. Bir də görsən hardasa deyir ki, mama sən 7 yaşında mənə tütümdən vurmuşdun. Mənə çox ağrıdı. Başlayır şey eləmək, mənə sərki vurmaq. İndi sabah çatsın o 20-25 yaşına, məndən bu boyda spesifik bir siyahısı olacaq ki, anam mənə belə dedi, anam burada az diqqət yetirdi, burada çox diqqət yetirdi, üstümə qışqırdı, nə bilim, neynədi, cəzalandırdı. Bunlar hamısı onda qalır da, düzdürmü? Mən öz anamla, atamla, o məsəl üçün beynimdə olan obrazlarının küskünlüyə görə aranı bağlasam, desəm ki, onlar mənə artıq təsir eləmir. Yəni, mən belə aydınlanmış, mən möhtəşəm bir insanam. Sabah mənim də oğlum, düzdürmü, bunu eləyəcək. Niyə? Çünki mən öz anamın haqqına girirəm, analıq haqqına. Mən iyerarxiyanı pozuram. Mənim anam bu saat seminardan öncə mən onunla danışdım. Bir söz dedim, mənə dedi, kəs səsini. Dedim, mama, qurban olaram sən. Bu saat mənə zəng eləsə və desə ki, nəsə bir söz desə və yaxud da desə ki, axşam səninlə söhbət eləyəcəm falan, mən inanın ki, bu seminarı saxlayaram, gedərəm onunla danışaram. Çünki o mənim anamdır. Nə olsa da mən düşüncəmdə, məni bəlkə düzdür, mənə ən çox sevən də odur. Yəni, məsəl üçün, travmalarımla yaşasam da, o mənim anamdır. Mən olduğu kimi qəbul edirəm. Mən onunla, mən onunla danışanda hələ də o hisslərim oyanır. Hələ də bir də görsən, beynim cönür, deyirəm, mama, sən məni döyürdün falan, beşməkən danışıram. Da biz insan nə üçün varıq? Yəni, nə üçün varıq da? Və yaxud da təzə tendensiya çıxıb, özləri 1 milyon qazanmayanlar hal-hazırda bu texnikanı ilə sənə pullar gələcək. Özün elədin, gəldi sənə o texnika. Zaten ki, mən texnikalarına işləmirəm. Yəni, texnikadır, ritualdır. Bunlar mənim üçün hamısı boş şeylərdir. Qəlbin. Əgər, baxın, hər adama milyon nəsib olacaq deyə bir şey yoxdur. Yəni, mənə hələ ki nəsib olmayıb və mən onun, belə deyim, yəni şey də deyiləm, yəni ona qaçım. Mənim missiyam budur. Mənim missiyam budur ki, insanlara bunu deyim. Yəni, dualar haqqında danışırım. Yəni, yaradan haqqında danışırım. Mələklər haqqında danışırım. Mən sevirəm bu mövzudu. Mən bundan nəfəs alıram. Bundan yaşayıram. Mən daha çox pula meyil eləsəydim, inanın ki, mən 1 milyon da yaradardım, 2 milyon da. Sadəcə diqqət var, fokus, vнимание. Diqqətim mənim buradadır. Mənim yetərincə qazancım var. Yəni, qazanc normaldır. Yəni, ən azı bir filan qədər üstüdür. Mənim o qazanca ehtiyacım yoxdur. Ev desən, maşın desən, yəni mən onun acı deyiləm. Var, doymuşam. Çünki bu işə başlayanda mənim heç nəyim yox idi. Mənim qazancım aya 100 manat olanda mən sevinirdim. Bəli, birinci mənim təməl ehtiyacım olaraq pul
məsələsi həll olundu. Çünki pul məsələsi həll olmayana qədər mən özümü rahat hiss eləmirdim. Bəli, bütün bunlar həll olunandan sonra mən indi sizə rahatlıqla deyə bilərəm ki, hal-hazırda bəli, bu mənim missiyamdır. Və mənim boynumun borcudur ki, sizə həm ödənişli seminar verim, bəli. Amma sən kursa gələcəksən, milyonçu olacaqsan, məndən onu gözləmin. Və yaxud da sən gəlib kursa bütün problemsiz, yəni ideal bir insan olaraq çıxacaqsın, yox. Amma sən kursa gəlib, özünü tanıyıb, yaradanı tanıyıb və öz həyatını özün çərçivə sayəsində əlbəttə ki, çünki Allah bizə ən möhtəşəm bir həyat da yazıb ki, o həyatı dadmağa hazırsansa, o zaman bəli, kursuma gələ bilərsən. Hansı ki 1 dekabr başlayır köklü dəyişim və bu hər ay olacaq. Qiyməti çox münasibdir əslində, yəni çox belə necə deyim, kursdan xanımlarımız var, yəni biləcəklər ki, həftəyə 2 dəfə audio və video səs göndərirlər, amma həftənin işığı, gözü, çiçəyi o bir dəfə olan Zoom-dur. Ayda 4 dənə Zoom olacaq ki, mən orada indi danışdıqlarımın 90% daha artığını verirəm. Sirlərdir, gizli qalan məlumatlardır, o xoşlayırsınız da ezoterikanı. Hamısını mən orada verirəm. Bir təlim kimi düşünün, çünki ondan sonra sizin artıq heç nəyə sualınız olmayacaq. Siz orada ondan sonra özünüzün necə qurulduğunu, kimsiz, nəsiz, nəçisiz sualın cavabını və ümumiyyətlə bu həyatda nə etmək lazımdır, nətər eləmək lazımdır, duaları necə düzgün eləmək lazımdır, mələklərlə necə bu əlaqə yaratmaq lazımdır ki, onlar 7-24 səninlə olsun. Bunların hamısı sizə açılacaq cəmi 2 ay ərzində. Yəni 1 ay üçün 330 manat mən düşünürəm ki, möhtəşəmdir. Və dediyim kimi, orada mən mələkləri də verirəm, orada mən dua xüsusi öz tərtib etdiyim, öz həyatımı 90% dəyişən dua düsturunu da verirəm. Amma o düstura gəlməzdən öncə bizim orada nəsil şəfalanması var, ata-ana var, uşaqlıq var. Biz onları keçməsək, baxın, o yüksək pilləyə gedə bilməyəcəyik. Mən onlardan arınmalıyam ki, mən birinci qalxım. Çünki mən aşağıdayam. Mənim vicdanımsa, baxın, duanı sənin bədənin, o işığı hiss etmək, sənin bədənin ona hazır olmalıdır. İnanın ki, deyirsiniz bir günə problemin həll olunması. Mən elə bir şey desəm ki, yoxdur elə bir şey. Məsələn, elə bir tabletka olsa ki, sən onu içdin, sənin bütün problemlərin çözüldü. Təsəvvür edin ki, sən axşam pulun yox, yoldaşının aran pis, qaynana pis, uşaq sözünə baxmır və yaxud da Allah eləməsin daha betəri xəstədir. Sən özün çökmüş bir vəziyyətdə, psixologiya çökmüş bir vəziyyətdə və o dərmanı içdin, səhər yoldaşın ideal, qaynata ideal, ana-ata ideal, bolluq bərəki, villalarda yaşayırsan, maşınlar, hər şey insanın kukuxası gedər. Bu var, bu kafa dediyimiz baş gedər. Bir də qayıtmama şərti. Və yaxud da bir ay sonra belə sən yenə də öz həyatını o dibə çökdürəcəksən. Niyə? Çünki enerji yoxdur. Sən heç nədən arınmadın. Sənə sadəcə bir möhlət olaraq verildi o ki, bunun dadını görəsən. Buna hazır olmaq lazımdır. Siz elə bilirsiniz ki, siz bədbəxt yaşayırsınız. Bunun əslində psixologiyadır. Gələn bizim seminarda qadın enerjisindən danışacağam. Beta endorfin qarmonundan danışacağam ki, biz negativdən necə faydalanırıq. Daha sonra o negativ birdən-birə pozitivə çevrilsə, bizim başımız gedər. Biz onu sonra yığıb yığışdıra bilmərik. Şizofreniyaya qədər gedər çıxar. Ona görə Yaradan bizi o qədər möhtəşəm yaradıb və o qədər bizi çox sevir ki, bizim daxili enerjimizin ortaya çıxması və daxili enerjimizlə həyatımızı yaratmaq üçün fürsətlər verir. İnşallah sıxılmırıq dostlar. İnşallah ki darıxmırıq. Çünki bu məlumatları heç bir ödənişli deyirəm, ödənişli kurslarda, seminarda, nə Azərbaycanda, nə başqa yerdə görə bilmərsiniz. Yəni bunu heç kim vermir çünki. Yəni birincisi bunu vermirlər çünki yəni bilmirlər. İkincisi ona vermirlər ki, qazanc kimi baxırlar. Yəni daha başqa bir metodlardır. Mənim boynumun borcu, mən düşünürəm ki, mən bunu sizə verməliyəm
ki, biraz da olsa həyatınızı ə, aha, Allahı necə görür? Biz Allahı hisslərlə tanıyırıq. Hisslərlə. Allahla məsələn soruşursunuz ki, Allahla necə söhbət eləyək? Hisslə. Sən baxın, ilk mərhələdə əgər sizin hər hansı bir travmalarınız varsa ki, en qədərdir, o hisslər sənə yanlış yol göstərə bilər. O hisslər sənin olmaya bilər. Məsəl üçün kodlar ola bilər və yaxud da hər hansı bir sıxıntılar ola bilər və yaxud da egovun cavabı ola bilər və yaxud da nə bilim və s. Yəni nə bilim min dənə şey ola bilər. Amma artıq o problemlərdən arınandan sonra sən başa düşürsən ki, sənin başına gələn, beynivə gələn ilk cavab o enerjinin, möhtəşəm bir varlığın, yaradanın sənə verdiyi bir cavabdır. Sən artıq başlayırsan onunla söhbət eləməyə, danışmağa. Hər axşam onunla danışırsan və get-gedə bu monoloq dialoqa çevrilir. Və bir müddətdən sonra monoloq sən tərəfdən deyil də, yaradan tərəfindən sənə göndərilir. Sən artıq bütün bu enerjiləri, bütün bu hissləri, necə nətər olduğunu bilirsən. Dostlar, mən istəyirəm indi sizinlə bir praktika eləyəm. Mən sizə praktika söz vermişdim. Tak. Dediyim kimi inşallah bizim 1 dekabr artıq birinci patokumuz başlayıb. Birinci patokumuz bizim nə vaxt başladı? 3 noyabr başladı və artıq möhtəşəm nəticələr var. Ki artıq böyük bir problemlərdən qurtulan insanlar var. Növbəti ikinci patokumuz başlayır 1 dekabr. Və yazılmaq istəyən hər kəs sadəcə köklü dəyişim sözünü WhatsApp-a yazsın. Cinara sizinlə öz əlaqə saxlayacaq. Mən istəyirəm hər kəs gözünü yumsun, dərindən nəfəs alsın və dərindən nəfəs alın və özünüzü rahat bir yer tapın ki, heç kəs otağa girməsin, sizə sual falan verməsin. Dərindən nəfəs alın. Hər nəfəsinizdə içindəki bütün gərginliyin, bütün ağırlığını yox olduğunu gör. Bu an hal-hazırda sən və ancaq yaradan var. Heç kim və heç nə sənə hal-hazırda vacib deyil. Elə bil sanki ruhun və bədənin bu evlə, şəhərlə, yaşayışından bütün əlaqəni itirir. Və sən hal-hazırda yalnız və yalnız yaradana təslim olursan. Və içindən yumuşaq şəkildə deyirsən: Allahım, mən buradayım. İndi təsəvvür elə ki, başımın tam üstündə yumuşaq, saf, parlaq, ilahi bir nur var. Bu nur yavaş-yavaş sənin başına toxunur. Və sənə toxunduqca və yayıldıqca bədənivə, bütün bədənində olan ağırlıq, yük, qaranlıq qalan nə varsa, hamısı təmizlənir hal-hazırda. Bu ışıq yaradanın ışığıdır. Çünki yaradan sadəcə enerjidir və möhtəşəm bir ışıqdır. İndi diqqətini ürəyin ortasına verin. Sanki içində bir qapı var. İllərlə gizlədiyin, qorxduğun, içinə yığdığın hər şey bu qapının arxasındadır. Nə varsa. Hal-hazırda yaradanın nurlu əli ilə o qapıya toxunduğunu hiss elə. Və qapı yavaş-yavaş açılır. İçindən yumuşaq bir səs yüksəlir. Qorxma. Mən buradayım. İndi ürəyindəki sözləri, sızıntıları, ehtiyacları hal-hazırda hiss elə. Ağrı varsa, onu hiss elə. Sevgin varsa, hiss elə. Gör bəlkə həsrət hissi var, darıxmaq hissi var.
Bu an heç nə hal-hazırda gizlətmirsən və özünlə üz-üzə qalırsan. Dərindən nəfəs alaq və indi qarşısında nurdan, nur işığından ibarət yumuşaq bir enerji görürsən. Bu yaradanla əlaqənin enerjisidir. O sənin qəlbinlə danışır, daxili hisslərinlə danışır. İçindəki səsi dinlə. O sənə deyir: mən həmişə buradayam. Səni heç vaxt tək qoymadım. Ağladığın günləri gördüm. Ümidlərini gördüm. Dualarını eşitdim. Səni hər dəfə qorudum. Sən mənim ən sevdiyim bəndəmsən. İndi ürəyində nə varsa ona denən. Mən hal-hazırda niyə belə hiss eləyirəm özümü? Niyə çətinlik çəkirəm? Niyə bolluq bərəkət içində deyiləm? Niyə sıxıntılıyam? Mənə güc ver. Məni düz yola çıxart. Məni eşit. Dərindən nəfəs alaq. Və başımın ortasından ayaqlarıma qədər yayılan o güvən və bütün suallarımın cavabından ibarət olan o enerjini içivə çək. Artıq bundan sonra sənin həyatın daha fərqli, daha möhtəşəm, daha gözəl olacaq. Çünki buna sən artıq yaradanı hiss etdiyin üçün bunlar baş verəcək. İndi ürəyində gizli olan arzunu xatırla. Həmin arzunu rahat bir şəkildə yaradanın nuruna təqdim elə. Sanki bir arzuda istəyirsən. Məsəl üçün, mən nəsə istəyirəm. Və onu bir işıq formasında yaradana göndərdiyini gör. İndi içindən denə: Allahım, mən səninlə birəm. Niyyətimi sənə təslim edirəm. Ən xeyirlisi ilə onu qəbul elə. Oldu, oldu, oldu. Ən gözəl, ən möhtəşəm şəkildə şükürlər olsun. Hər kəs hazır olduqda gözlərini açsın. Dərindən nəfəs alın. Şükürlər olsun. Dostlar, bugünlük bu qədər. Vaxt çox tez keçdi. İnşallah ki, hər kəsə faydalı oldu. Dediyim kimi, kimlər ki bəyəndi, yəni hala xoşunuz olsun. Kimlər ki bəyənmədi, yəni əlbəttə ki, qrupu tərk eləyə bilər. Çünki bizim hər həftə seminarlarımız olacaq ödənişsiz formada. Bacardığım qədər, yəni ya 10 gündən bir, ya həftədə bir dəfə eləyəcəm bu seminarları ki, sizə faydalı olsun. Və kursumuza yazılan hər kəs bizim direktimizə yazsın ki, Dinara xanım sizə bütün məlumatları göndərsin. Özünüzə yaxşı baxın. Hər şey üçün təşəkkür edirəm. Sağ olun.